Salam, hər vaxtınız xeyir. 2015-ci ilin birinci qrup model testlərinin izahlarına baxırıq. Birinci sualla başladıq. Nömrə 1. X-i müəyyən edin yazılıb. X nədir? Deməli, qrafikdə qazların kütləsinin qarışığın kütləsindən asılılığı göstərilib. Biraz irəliyək, daha aydın görsənsin. Demək, qarışığın kütləsi 18 qram olanda qarışıqdakı azotun kütləsi 7 qram imiş. Demək, azot bərabər oldu 7 qrama. Bax, bu nöqtəni göstərdim. Qarışığın kütləsi 18 olanda bəs karbon qaz neçə qram eləyəcək? 7 ilə 11-in cəmi 18 qram eləyir. Deməli, bax, bu nöqtədə karbon qazı oldu 11 qram. Biz amma qarışığın buradakı halını axtarırıq, X axtarırıq. Bu X nöqtəsində karbon qazın kütləsini 33-dən göstəriblər. Əvvəl isə 11 qram karbon qazı var idi. 11 qram karbon qazı 33 olması üçün 3 dəfə artdısa, onda azotu da 3 dəfə artırmalıyıq. Azot 3 dəfə artanda olacaq 21. Və nəticədə bu X-in içərisində 21 qram azot olacaq, 33 qram da karbon qazı olacaq. Deməli, nə etdik onda biz? 7-ni də 3-ə vurdıq. Oldu 21. 11-i də 3-ə vurduk, oldu 33 və cəmi də oldu 54 qram qarışıq, yəni B variantı. Nömrə 2. Misin qatı sulfat turşu ilə reaksiyasından alınan qazı deyirsə, misi qatı sulfat turşu ilə reaksiya aparsaq, nə əmələ gələcək? Mis qatı sulfatdan əmələ gətirirdi kupurium SO4, su və reduksiya məhsulu kimi SO2 qazı. Həmin qazın hidrogen sulfidlə reaksiyasından. Hidrogen sulfidi SO2 ilə reaksiya aparanda laboratoriyada kükürt alınırdı. Əmələ gələn maddələr daha doğrusu kükürt və su eləyəcək. O da olacaq B variantı. Nömrə 3. İyonlar verilib. X mənfi iyondur. Protonlar A-1. Y müsbət iyondur. Protonları A-1. Hər ikisi A-1 oldu. Bu maraqlı oldu. 2 dənə eyni element olsun. Görə səhvlik varsa baxarıq. Z-in protonları A-dır. Özü də 2 müsbətdir. Hissəciklərindəki elektronların sayı arasında münasibəti tapın. Birinci elektronlarını tapsaq, A-1, bu mənfi olmaq 1 elektron almaq deməkdirsə, bu da olacaq A. İkinci elektronları yenə A-1 plus 1 elektron verilməkdirsə, olacaq A-2. Üçüncüdə elektronların sayı A var idi, 2 müsbət, yəni ikisini verdi. Bu da oldu A-2. Deməli, Y ilə Z-in elektronları bir-birinə bərabər oldu. Amma bu X-li isə A oldu. A bunlardan böyükdür. Deməli, cavab A variantı olacaq. X mənfi də böyükdür. Y müsbətlə Z2 müsbətdə də bir-birinə bərabər oldular. Doğru. A variantı. Nömrə 4. Propion aldehidi. CH3, CH2, COH və propion turşusu, yəni CH3, CH2, COOH. Molekul üçün ümumi olan nədir? Karbon atomlarının sayı. Bəli, karbon atomlarının sayı 3. Burada da 3 karbon var. Bu doğru. Bir düz. Oksigen atomlarının sayı aldehiddə 1'dir, amma turşuda 2'dir. Onda bu ümumi olmaz. Sigma rabitələrin sayı da yəqin ümumi olmayacaq. Çünki oksigenlərin sayı fərqlidir. İndi belə danışaq. Sigma rabitələrin sayı atomların sayından bir vahid azdırsa, açıq zəncirli maddələrdə atom çıxaq 1 yazsaq, məsələn, atomları tapanda CH3, CH2, COH, amma sağdakında atomlar çoxdursa, demək sigma sağda çox olacaq. Sigma rabitənin sayı eyni ola bilməz. Karbon atomlarının hibrid orbitalları amma eynidir. Çünki metil, yəni bu CH2 həm də sp3 halındadır. Amma aldehid qrupunun karbonu sp2 idi.
Burada da metilin karbonu sp3, CH2-nin də karbonu sp3, karboksil qrupun da karbonu sp2 alındadır. Burada hibridləşmədə tam eynidirsə, onda hibrid orbitalların sayı eyni olacaq. Cavab 1 ilə 4 C variantı olar. Nömrə 5. Doğru ifadələri göstərin. Oksigenin daxil olduğu bütün reaksiyalarda istilik ayrılır. Bu yanlışdır. Məsələn, N2 üstəgəl O2. Buradan NO əmələ gəlirdi. -2. Endotermik reaksiyadır. Burada ayrılmadı, uduldu. 1 olmadı. Bax, bir variantlarını çıxdıq. Bütün yanma reaksiyalarında istilik ayrılır. Yanma deyirik. Ya, oksigenlə reaksiya demirik. Yanma. Bəli, bütün yanmalarda istiliyi ayrılır. Maddələrin yanmasına istiliyi ayrılır. Bu düzdür. Oksigenlə reaksiyaların hamısı yanma deyil, amma bütün yanmalarda istiliyi ayrılır. Bu düz. Bütün birləşmə reaksiyasında istilik ayrılır. Bu tamamilə səhv. Baxın, bu da birləşmə reaksiyasıdan bu -3-dür. Demək, 3 də səhv. Reaksiyada istilik ayrılanda delta-H mənfi qiymət alır. Bəli, Q müsbət olan yerlərdə, yəni belə deyək də, Q istilik ayrılırsa, Q sıfırdan böyük olan yerdə delta-H sıfırdan kiçik olurdu. Yəni mənfi qiymət alır. Bu doğru cavab olacaq. 2, 4, yəni D variantı. 6-cı misala baxaq. Reaksiya daxil olan maddələr. Xlorla kalium bromid. Deməli, nömrə 6. Bax, xlorla kalium. 1. Xlorla kalium bromidin reaksiyasını göstərir. Yazıram 1. Xlor üstə gəlinsin kalium bromid. Xlor bromu çıxara bilər halogenlərin sırasına görə. Belə bir şey alındı. İkinci reaksiyaya baxaq. Xlor su ilə reaksiyası. Gəlin, onu 2 kimi belə yazmayaq. Hələ gördüyümüz 2 yazaq bura. Xlor su ilə reaksiya daxil olanda əmələ gəlirdi xlorlu su. Yəqin xatırlayırsınız. H-xlor və H-xlor O. Üçüncü reaksiya florla kalium bromidin reaksiyasıdır. Flor 2 üstə gəlinsin kalium bromid. Buradan alınacaq kalium, flor üstə gəlinsin brom 2. Dördüncü florla suyun reaksiyasıdır. Flor üzərinə su gəlsəm, alınacaq H flor üstə gəlinsin oksigen. Oksidləşmə hidroksi reaksiyaların növlərini müəyyən etməliyik. Hansı növə aiddir? Xlor 0-dır, brom -1, kalium müsbət 1. Xlor -1, kalium müsbət 1, brom 0. Burada xlor azalıb, brom artıb. Xlor oksidləşdirici, brom reduks edici. Oksidləşdirici və reduks edici ayrı-ayrı maddələrin içindədir və fərqli elementlərdir. Buna deyildiyi molekullar arası. Deməli, 1 molekullar arasıdır. 1, hamısında 1 var imiş, bir D-dən başqa. İkincidə xlor 0-dır. Müsbət 1, burada var -1, -2, müsbət 1, bu deyilir müsbət 1. Sıfırdan bir dəfə gəlib -1-ə, bir dəfə də gəlib müsbət 1-ə. Xlorun su ilə və qələvilərlə reaksiyası bu tipi idi. Bunlara deyilir disproporsiya, yəni öz-özünə. Yəni, xlor həm elektron verib, həm də elektron alıb. Bir vəziyyətdən 2 vəziyyətə gedib. Bu, öz-özünə oksidləşmə hidroksi reaksiyası və yaxud da disproporsiya adlanırdı. Deməli, 2 disproporsiya olmalıdırsa, 2-ni buradan çıxdıq. Disproporsiya olan variantlar, bax, burada qaldı. Üçüncü reaksiya, flor 0-dan gəlib olub -1, brom da müsbət 1-dən, üzr istəyirəm, -1-dən. -1-dən gəlib olub 0. Flor 0-dan -1-ə gəlibsə oksidləşdirici, brom da oldu reduks edici. Oksidləşdirici və reduks edici müxtəlif elementlərdir və müxtəlif maddələrin içindədirlərsə, bu da molekullar arasıdır. Demək, 3 molekullar arası olmalıdırsa, demək, buradan 1, 4 çıxdım, çünki orada 3 yoxdur. Sonuncu flor 0-dır, oksigen -2-də, H müsbət 1-dir. Flor -1, oksigində 0. Flor 0-dan gəldi -1, oksidləşdirici. Oksigen -dən gəldi, 0 oldu reduksiya edici. Yəni də oksidləşdirici və reduksiya edici müxtəlif maddələrin içində olduğuna görə və müxtəlif element atomları olduğuna görə bu da molekullar arasıdır. Demək, 4 də oldu molekullar arası. Cavab qaldı onda yalnız A variantı. Burada 4 yoxdur ona görə. Belə, nömrə 7-yə baxaq.
Temperaturu azaltdıqda tarazlıqda olan amonyakın alınma reaksiyasında nə baş verir? N2 üzərinə gəldi 3H2, tarazlıqda əmələ gəldi 2 mol amonyak plus Q də yazılıb. Temperaturu azaltdıqda deyirsə, T azalanda müsbət Q reaksiyası verilibsə, tarazlıq sola, yəni geri qayıdır, başlanğıc maddələrə tərəf. Bağışlayın. Temperaturu azaldanda müsbət Q-də reaksiya sağa gedirdi, bəli. Sağa gedirdi. Çünki T ilə Q əksinə olanda sağa gedirdilər. Qaydamız belə idi. Tarazlıq əks istiqamətə gedir, onda bu oldu səhv. Düzünə gedən reaksiyanın sürəti azalar. Əksinə reaksiya sağa gedirsə, düzünə gedir axı burada. Düzünə reaksiyanın sürəti azalar yox, əksinə artar. Bu doğru. Amonyakın qatılığı artar. Sağa gedirsə də bəli, amonyak sağdadırsa artacaq, əmələ gələcək. Doğru. Hidrogenin qatılığı artmaz. Reaksiya sağa getdikcə başlanğıc maddələr azalacaqlar. Onda 4 səhv olacaq. 2-3 doğru cavabdır. Y variantı. 8-ci misala baxırıq. Məhlullara aiddir. Nömrə 8. X qram 20% məhlul verilib, həlledicinin yarısı buxarlandırılıb. Olub Y qram məhlul, yenə də yarısı buxarlandırılıb, Z qram məhlul yaranıb. Z məhlulun qatılığını faizli hesablayın. Bu 20% məhlulun qarşısında X qram yerinə biz 100 yazıb işi həll eləyə bilərik. 100 qram 20% məhlul verilib. 100 qram 20% məhlulun içərisində həll olan 100-ün 20% eləyir 20 qram, su isə yerdə qaldı 80 qram. Gəlin belə yazaq, su bərabər 80 qram. Həlledicinin yarısı buxarlanıb. 80-in yarısı, yəni 40-ın çıxdım. Nə qədər qaldı? 40. Təzədən həlledicinin bir də yarısı buxarlanıb. Yəni 40-ın da 20-sini çıxdım. Qaldı yerdə 20. Demək, su oldu 20 qram. Həll olanımız da əvvəldən 20 qrammış. Demək, su ilə həll olan bir-birinə bərabərsə, bu 50% məhlul deməkdir. Ya da istəyirsiniz yazaq, omega bərabərdir, həll olanımız 20-dir, bölürdük su ilə həll olanın cəminə. Vururduq 100-ə, demək, yazaq buradan 20 bölünsün, su ilə də həll olan cəmi eləyəcək 40, vur 100%, yenə də omega 50% eləyəcək, yəni Y variantı. Bu 100 qramın narahat olmayın. Faizin qarşısında kütlə verilməyən hallarda 100-dən işləyib cavabı tapmaq olur. 9-cu misala baxırıq. Kuprim NO2 məhlulu verilib. Kuprim NO2-nin suda məhlulu. Kuprim NO3-2-nin suda məhlulu. Nə deyir? Bunun üçün nə doğrudur? Kuprim NO2 zəif əsasdan qüvvəti turşu qalığından əmələ gəlibsə, bunun mühiti turş mühit olmalıdır. Turşu mühit olsun, eyb yox. Turş mühit olmaq deməkdir ki, H ionların qatılığı çox olmalıdır. Bir doğrudur. Elektroliz zamanı turşu alınır deyirsə, elektroliz tənliyini yazaq. Yazmışıq daha doğrusu. Burada bir L, Z artırıq olsun elektroliz. Mis pasiv metaldır. Katodda özü alınırdı. Turşu qalığı oksigenlidir, anodda oksigen alınırdı, amma oksigen sudan alınırdı. Plus NO3-dən H qaldı. Bunlar da birləşəndə olacaq HNO3. Deməli, mis katodda alındı, oksigen anodda, məhlulda qaldı turşu. Bu da doğruymuş. Sonra 1-3 doğru gəldi. Elektroliz zamanı hidroksid alınır. Elektroliz zamanı hidroksid alınmadı, turşu alındı. Demək 4 səhvdir. 2 də burada səhv idi. O H çox alınmamışdı. Hidroliz zamanı turş duz alınır. Kuprim NO3-2 nə mühit verəcək hidroliz eləyəndə? Turş mühit verəcək. Turş mühit verənlər əsasi duz əmələ gətirirdilər. Ona görə 5 səhvdir. Əsasi duz alınacaq, doğrudur. Onu da bir tənliyini yazaq, görək necə əsas duz alınır. Kuprim NO2 turş mühit verdiyinə görə H ilə NO3 birləşib HNO3 əmələ gətirəcək. Yerdə nə qalacaq? Mis qaldı. 2 mol NO3-in 1 mol turşun tərkibində varsa, 1 mol da qaldı duzun tərkibində. Buradan gedən NO3-in yerinə bir OH gəldi.
Görürsünüz, burada əsası duz əmələ gəldi. Kuprum OH, NO3. Deməli, turş mühit verən duzlar əsası duz əmələ gətirir hidrolizin birinci mərhələsində. Bu da doğrudur. Cavab olduğunda 1, 3, 6 cavabı B variantında var. 10-cu misala baxırıq. Nömrə 10. Duz verilib XCO3. Parçalanma məhsulları. Burada CO2 əmələ gəlib. Bir də XO əmələ gəlib. CO2-nin kütləsini veriblər 11 qram. XO-nun kütləsini veriblər 18 qram. Tənliyən də əmsallarına ehtiyac yoxdur, çünki atomların sayı sağda solda bərabərdir. 11 qram, 18 qram, 18 yaxşı görsənmədi. 11 qram karbon qazı, 18 qram XO əmələ gəlibsə, karbon qazı emerin 44 bura yazaram. Burada yazaram X plus 16. Tənasib quraram, X axtarır, X-i müəyyən edindir. X soldakı, sağdakı X onsuz da eynidir. 11 ilə 44 gəlsə burada qalacaq 4. X plus 16, 4-ü 18-ə vuranda 72 eləsə, X eləyəcək 56. Yəni, bu dəmir imiş. Yəni, A variantı. 11-ci misala baxaq. Nömrə 11. 11-ci misalda azotu bir dəfə natriumla, bir dəfə də kalsiumla reaksiya aparıblar. Yəni, biz onu 2 dəfə ayrı-ayrı reaksiya yazaq. Natrium üstə gəlinsin azot, əmələ gətirir natrium 3N. 2 bura yazaram, 6 tənliyi bərabərləşər. Eyni reaksiyanı kalsium üçün də yazaram. Kalsium üstə gəlinsin N2. Bu da olacaq kalsium 3, N2. 3 mol kalsium tənliyi bərabərləşir. Hər reaksiyada 1 mol azot sərf olsa, 1 mol, elə əmsalları da uyğun gəldi. 1 mol. Azot 1, bu azot da 1. X, Y cəmin tapın. X kalsiumun moludur. Bura bir X qoydum, bura bir 3 yazdım. Yəqin X bərabər eləyəcək 3-ə. Y natriumun moludur. Burada bir 6 mol yazdım. Y də bərabər eləyəcək 6-ya. Bunların cəmin soruşu olacaq 9. Yəni D variantı. Nömrə 12. Reaksiya daxil olan maddələr M ilə brom 2. M yəni metal deməkdir yəqin ki. M üstə gəlinsin brom 2. Alınan maddələr M brom 2-dir. Demək, metal 2 valentliymiş. Tənlikdə əmsallar ehtiyac yoxdur. M brom 2-ni veriblər bizə 1 mol. Buna yaddan çıxartmamış yazaq. Əmsal əmələ gələn miqdarı 1 moldur. Və nə deyir bizə? Reaksiya girənlərin hər birinin kütləsi M imiş. M qram, bu da olsun M qram. Brom da bilir ki, M-ri 160-dır. Metalı tanımırıq, X yazdıq. Şərtdə deyir ki, sərf olan miqdar 100%-dir brom üçün. Brom 100% sərf olubsa, belə çıxır ki, bromun M-in tapmaq olar. Çünki tam sərf olub deyir. Onda M bərabər olacaq 160. Deməli, bromda 160 imiş. Metal da başlayanda 160 qram yığmışlar. Brom tam reaksiya getdi. Metalın isə sərf olanı 15% göstəriblər. Deməli, bu 160-ın hamısı yox, 15% sərf olacaq. Ona görə bizə 160-ın 15%-ni tapırıq. 160 vurulsun, 15 bölünsün 100. Sıfırlara apararam. 5-ə getsə burada 2 qalar, burada 3 qalar. 16-nı 2-ə böləndə 8, 8-i 3-ə vuranda olacaq 24. Deməli, reaksiya girən metalın kütləsi 24 qram imiş. Yazdım üzərindən 24. Deyir, metalın nisbi atom kütləsini tapın. Baxın, tənasib burada öz-özündən əmələ gəldi. M-i də brom üçün 160 tapmışdım. Buraya 160 qoyaram. 160-lar gedər. X da bərabər olacaq 24-ə. Bu da deməli, maqnezium metalıymış yəqin ki. C variantı oldu. 13-cü suala baxaq.
Karbonat duzunun qızdırılması zamanı bərk qalığın kütləsinin dəyişməsi qrafikinə əsasən 1, 2 və 3-cü əyrilərə uyğun duzları müəyyən edin. Birinci əyridə görsənir ki, maddə parçalanmayıb, kütlə sabit qalıb. Karbonatın duzları içərisində natrium karbonat və kalium karbonat qızdıranda ərimə temperaturuna qədər parçalanmırdı. Deməli, birinci əyri dediyimiz xəttdə bu element maddələr daxildir. Yəni 3 və 5. 3, 5, baxın, 2 yerdə var. Bunu tapdıq. 3, 5-i çıxaq buradan, bunları tapmışıq. Üçüncü maddə tamamilə azalıb. Tamamilə azalıb o demək, yəni sıfıra düşür. Demək, bu maddənin içində metal yox imiş ki, yaranan maddələr su, qaz, uçub çıxıb gedib, yerdə işdən qalmayıb. Biz 3-ü çıxmışdıq, 5-i çıxmışdıq, qalmışdı 4, 2, bir də 1. Hansının içərisində metal yoxdur? Birincinin içərisində ammonium karbonat. Bu tamamilə kütləsini azaldacaq. Çünki ammonium karbonatın parçalanmasından reaksiya yazarım, amma bu nəzərə olaraq bunları bilirdik. Ammoniyak qazı alınacaq. Su buxarlanacaq, çünki qızdırıb parçalamışıq. Karbon qazı da buxarlanıb gedəcək, uçub gedəcək, yəni. Demək, 1-3-ə aiddir. Onun üçün cavab qalır burada elə Y variantı. Bəs 2 ilə 4 necə olacaq? Bu maqnezium karbonat parçalananda eləcə maqnezium O üstə gəl CO2. Qaz gedəcək, oksid bərk olaraq qalacaq, o 1 qədər azalıb, tam azalmayıb. Natrium hidrokarbonatın da parçalanmasından əmələ gələcək natrium karbonat, su və karbon qazı. Karbon qazı, su ayrılacaq. Bu bərk maddə isə bir qədər qalacaq. Yəni, tam sıfıra düşməyəcək kütlə. Ona görə 2 ilə 4, 2 əyrisinə aid olacaq. Cavab da olacaq Y variantı. 14-cü misala baxırıq. Tərəzi məsələsi deyirik buna. Deməli, 14-cü məsələdə əgər kanaldakı mövzularla, testlərlə maraqlanırsınızsa, bu tərəzi məsələlərin hamısını kanalda izah etmişəm. Əgər maraqlıdırsa, digər tərəzi məsələlərində axtarıb tapa bilərsiniz oradan. Mündəricat deyək də, mahnı siyahısı var kanalda, orada daxil olsa, orada mündəricat var. Tərəzi məsələləri üçün də ayrıca bir dənə bölməyə ayratmışdım. Oradan açıb baxa bilərsiniz. Bu məsələ də orada var. Deməli, nömrə 14-də. Qabların birində natrium hidroksid var. Daha doğrusu, hər ikisində natrium hidroksid var. Birinə 60 qram, heç bunu buraya yazmayayım, bir dəfəli orada göstərərik. Deməli, qabın birinə 60 qram alüminium, maqnezium qarışığı əlavə edə. Tərəzi o saat neyəcək? Ağırlaşacaq, düşəcək aşağı. Sonra ikinci qaba 57 qram su əlavə edəndə tarazlığı da yaranıb. Tərəzi tarazlığa gəlib. Deməli, tarazıda olan tərəzilərin birinci gözünə alüminium, maqnezium qarışığı əlavə etdilər. Tərəzinin yenidən tarazlığa gəlməsi üçün ikinci gözünə 57 qram su əlavə etdilər. Bu su natrium OH-dan reaksiya getməz. Yəni, su reaksiyada bir şey olmayacaq. Amma maraqlıdır. Niyə tərəzinin bir tərəfinə 60 qram maddə əlavə edib? İkinci tərəfinə 57 qram maddə əlavə edib, bunlar bərabərləşir. Axı, sağ tərəfə də 60 qram su əlavə olunmalıdır ki, bərabərləşsin. Deməli, belə çıxır ki, birinci qab 57 qram olub axırda. Bu 57 qramdan bərabərləşiblər. Bəs niyə birinci qab 60-57 qram olub? Yəni, 57 qram artıb. Çünki bu qarışığın içərisindəki alüminium metalı amfoter metal olduğuna görə o qələvilərdən hidrogen çıxaracaq. Alüminium da valentliyi 3-dür deyə nə qədər H2 çıxaracaq? 1,5 mol. Tam reaksiya yazmaya ehtiyac yoxdur. Aradakı fərq nə qədərdir? 60-dan 57-nin arasındakı fərq 3 qram. Deməli, birinci qabdan 3 qram hidrogen ayrılıb deyə qab 57 qram artıb. Həmin o 3 qrama görə tapacam alüminium nə qədər var imiş. Çünki həmin o 3 qramı alüminium yaradıb. Baxın, bizə deyir ki, qarışıqda maqneziumun kütlə payını tapın. Əvvəlcə tapacam alüminium neçə qramdır. Alüminium özü oldu 27. Bu da olsun X. Tənasüb qursaq. Elə bu 3-lər gedəcək, qalacaq burada 27. Deməli, 60 qramın içərisində 27 qram alüminium var imiş. 60-dan da çıxsam 27 qramı, 33 qram maqnezium var imiş. Bizdən soruşur, maqneziumun kütlə payını tapın. Omega da bərabərdir. Maqneziumu tapdım 33.
Qarışıq 60 vurulsun 100%. 0 ilə 0 gedər. 33-ü 6-ya böləndə eləyəcək 5,5. Ona da vuranda eləyəcək 55%. Yəni D variantı. Nömrə 15. Gübrələri azotun kütlə payının artması sırası ilə düzün. Birinci gübrəmiz NH4NO3. İkinci gübrə kalium NO3. Üçüncü gübrə karbamid CONH2 2 dəfə. Dördüncü gübrə ammonium dihidroortofosfat. Demək, biz azotun kütlə payı ilə düzməliyiksə, artması və ya azalması deyirsə, ən birincisi formullarda azotların sayını bərabərləşdirməliyik. Bax, azot atomlar burada 2-dir, burada 1-dir, burada da 2-dir də, indeksində 2 var, burada isə 1-dir. İkinci, dördüncü maddədə azotların sayı az olduğuna görə 2-yə vururam ki, bunlar bərabərləşsinlər. İndi azotların sayı bərabərdirsə, emirlərə görə asanlıqla kütlə payını tapmaq olar, müqayisə eləmək olar. Tapmaq da yox, müqayisə eləmək olar. Birinci maddəmizdə azot 28, 2 dənə M var, H4, oksigində 48. Neçə eləyər bu? 80. İkinci maddədə olacaq 2 vurulsun kalium NO3. Kalium NO3 emiri 101 olmalıydı. Yazaq kalium 39, üstə gəlinsin 14, üstə gəlinsin 48. 14 ilə 48, 50, 62, o da 39, 101. 2'ye də vursam olacaq 202. 202. Karbamidin emiri 60 idi, bunu bilirdik. Ammonium dihidroortofosfat demək 2 vurulsun. Bax, bu hissə H2PO4'ü 96 eləyir. H3PO4'dən qalıb. Yox, 97 eləyir. 97 eləyir. H1 olsa 98 olacaqdır. NH4'dəki 16'dır. Bunlar toplayanda 113. Bu deyəcək 226. İndi emirlərə görə müqayisə edilir. Çünki azotlar hamısında bərabər idi. Emiri burada ən balaca olan karbamiddirsə, burada 3-cüdə azotun kütlə payı ən çox olacaq. Artması deyirsə, bu 3 axırda qalmalıdır. 3-ün axırda qaldığı 2 yerdə var. Emiri burada ən böyük olan 226 oldu. Yəni, burada kütlə payı ən az olacaq. 4-cüdən başlamalıyıq. Cavab olacaq onda A variantı. Çünki 3-dən qutaran variantlar yəni A-la C-də qalmışdı. Belə, 16-cı misala baxaq. X, Y, Z metalları verilir. Müxtəlif turşularla reaksiya məhsuluna göstərdiyi valentlik. X 2 valentli olub, H-xlorla, amma qatı nitratda 3 valentli olub. Qatı sulfatda amma 2 valentli olub. Bu hansı metal ola bilər? Bu, əgər alüminiumla xrom olsaydı, bu qatıda da 3 olardı. Burada cədvəldə ola bilsin problem var bəlkə də. Nitrat turşusunda 3 valentli imişsə, H-xlorda 2 valentli imişsə, bu dəmirlə xroma aiddir. Onda bu sulfat turşusunun sonuncusunda qatı yox, bəlkə duru olmalıymış. O qalsın, gəlin birinci Z-dən başlayaq. Problem varsa həll edəcək onu oradan. Z üçün fərqi yoxdur. Bütün turşularda 3 valentlidirsə, bu sabit valentli alüminium metalıdır. 3 valentlidir. Demək, Z alüminiumdur. Z-in alüminium olduğu, yəni Z-in altında 3 olmalı. 3 burada var, bir də burada var. Y nədirsə, həmişə 2 valentli olaraq qalıb. Yəni, sabit valentli, bu da sinkdir. Həmişə 2-dir. Deməli, Y-in aşağısında 1 olmalıdır. 1 burada var, başqa da 1 yoxdur. Qaldı bir dənə A, bir dənə variantımız A qaldı. 2 ilə 4. İndi bu 2 ilə 4-ə fikir verin. Bu dəmirlə xrom nitratın hər ikisində 3 valentli olmalıdır. Burada demək, məsələ nədir? Yəqin ki, bu testi tərtib eləyəndə mən texniki səhvə yol vermişim. Çoxdan texnik səhvlər rast gəlmirdi. Deyəm, bu burada 3 olmalıdır onda.
Yaxşı olmadı. Demək, qatıda 3 valentli olan olmalıymış. Duruda, yəni H-xlorda 2 valentli, nitratın qatısında, sulfatın qatısında 3 valentli olan dəmirlə xromdursa, 2-4 A variantına uyğun gələcək. O testin texniki səhvi idi, onu da düzəltdik. Çox da mürəkkəb sual deyil idi. Dəmirin, xromun duru sulfatda 2, qatı sulfatda 3, amma nitratlarda həmişə 3 variantlı olduğuna aid test idi. 17-ci misala baxaq. Hidrogen, su və oksigenlə reaksiya daxil olan maddələr. Hidrogenlə, oksigenlə və su ilə reaksiya daxil olan maddələr axtarırıq. Məsələn, bax, burada xlor var. Xlor oksigenlə reaksiya getməz. Bu 1 olmaz. 3-də alüminium var. Alüminium hidrogenlə reaksiya getməz. Qaldı 2 ilə 4 variantı burada var. İndi həmin gedən variantlara baxaq. Məsələn, karbon. Karbonla hidrogen birləşsə eləyir CH4. Karbonla oksigen reaksiya girsə eləyir CO2. Su ilə karbon reaksiya gedəndə eləyir su qazı. Demək, bunlar gedirmişdir. Sonra kalsiyumla yazsaq, demək, H2 üstə gəlinsin kalsiyum. Əmələ gətirir kalsiyum hidrid. Sonra oksigen üstə gəlinsin kalsiyum. Əmələ gətirir kalsiyum oksid. Su ilə də kalsiyumun reaksiyasından əmələ gəlir qələvi, yəni kalsiyum hidroksid və H2. Demək, cavab həqiqətən də 2-4 eləyirmiş, yəni Y variantı. Növbəti sualımız 18. Nömrə 18. Alkan verilib. Alkanın formulu CnH2n üstəgəl 2 idi. Hidrogen atomları A ilə göstərilib. Hidrogen atomları, elə bax, bu görürük də buradan 2n üstəgəl 2-dir. sp3 hibrid orbitalları alkanlarda 4n-ə bərabər idi. Bunu göstəriblər A üstə gəlinsin 8 ilə. Onda biz A-nın qiymətini gətirib burada yerinə yazaq. Bax, bu düsturdan. Yəni yazaq 4n bərabərdir. A üstə gəl 8-dirsə A-nın yerinə 2n üstə gəl 2-ni yazdım və plus 8. Bu da bərabər oldu 2n plus 10-a. 4n-dən 2n çıxanda qalacaq 2n bərabər 10, n olacaq 5. Deməli, alkanın 5 karbonu var. Yəni C5H12 imiş. İndi birli karbonları 4 dənədir. Birli karbon 4 dənədirsə, biz danışmışdıq ki, birli ikili karbonların sayına bağlı misal olanda əvvəlcə maddəni tam düz, şaxələnməmiş halda yazırıq. Şaxələnməmiş halda yazanda burada 2 dənə birli karbon yanar kənarlarda. Biz amma deyir, birli karbonlar 4 dənə olsun. Deməli, biz artıq bunu şaxələndirməliyik ki, 4 dənə birli karbon yaransın. Məsələn, bunu buradan götürürük. Yazırıq ta ki, bunun aşağısından. 1, 2, 3 dənə birli yarandı. Olmadı. Biz 4 dənə axtarırıq. Onda bunu da götürürük. Yazırıq bu C-nin üzərindən və nəticədə 4 dənə birli karbon əmələ gəlir. Bu CH3-lərin həmisi oldu birli karbon. X-i müəyyən edin, adlandırmaq lazımdır. 2,2 dimetil propan olacaq. Cavablıca C variantı. Bu uzun zəncir metillər də radikallardırsa 1, 2, 3. 2,2 dimetil propan yarandı, olur C. 19-cu misala baxaq. Nömrə 19. Alfa alanin və beta alanin üçün eyni olan nədir? Alanin amin propan turşusundan əmələ gəlirdi. Bunu ayıracam buradan. Ən yaxşı və səliqə ilə yazım. Çox uzağa getdik. Deməli 1, 2, 3 bu oldu. COOH. Alfa deyirsə, demək NH2 yazdıq ikinci karbon atomuna. Beta deyirsə, yazacaq üçüncü karbon atomuna. Yəni belə. CH3, CH, H2 bu da oldu H2. Bu alfa alanində, bu isə beta alanində hərf. Belə qururdu o da hərflər. Belə. Azotun birli karbonla birləşməsi. Azotun birli karbonla birləşməsi. Ümumi olan axtarırıq, yox. Eyni olan axtarırıq. Baxaq. Burada azot
neçəli karbona birləşib? İkili karbona. Bax, bu karbon ikili karbon. Çünki solunda, sağında karbonlar var. Amma beta alanində azotun birləşdiyi karbon birli karbondur. Çünki bu bir karbona birləşib. Onda bu ümumi olmadı. Nisbi molekul kütləsi ümumidir. Çünki bunlar bir-birini izomerdirlər axı. İzomerlərin emirləri bərabər idi. Bu doğrudur. Karbon atomlarının sayı da 3 karbon var. Bu da doğrudur. Metil qruplarının sayı ümumi deyil. Çünki metil qrupu, baxın, alfa alanində bir dənə metil var. Amma beta alanında metil yoxdur. CH2 var. Bu ümumi olmadı. Cavab oldu 2-3, yəni C variantı. Deməli, nömrə 20. 1-2 dixlorbutan, bir də 1 xlorbutan verilib. Sinklə bir də natrium hidroksiddən reaksiyaları spirtdə məhluludur. Hansı reaksiyada buten 1 almaq olar? Nəzəri olaraq bilirdik. Halogenlər qonşu olarsa, sinkdən istifadə edəndə alkin alınırdı. Özü də halogen 1-dən başlayırsa, bu da buten 1 olurdu. 1-də alınacaq. Amma 2-də halogen 2 dənədir, qonşudur deyə qələvin spirtdə məhlul olanda 3 qat alınırdı, alkin olurdu. Burada olmaz. Üçüncüdə 1 xlorbutan. Burada xlor 1 dənədirsə, sinkdən istifadə edib alkin ala bilmərik. Halogen 2 dənə və qonşu olanda sinkdən istifadə edirdik. 3 də alınmayacaq. Ancaq 1 xlorbutan, halogen 1 dənədir. Qələvin spirtdə məhlul olanda alkin alınırdı. Cavab 1 ilə 4 eləyəcək. D variantı. Mən bir də reaksiyaları yazım. Birinci reaksiya yazıram. 1-2 dixlorbutan deyirsə, butan 4 dənə karbon çəkdim. 1 ilə 2-yə xlorları birləşdirdim. Üzərinə sink əlavə etdim, qızdırdıq. Sink xlorları birləşdirib buradan çıxandan sonra, bax elə burada göstərəcəm. Bunlar çıxdılar, getdilər. Yarımçıq qalan rabitələr birləşdi, oldu buten 1. Əmələ gəldi. Bir də 4-də alınır demişdim. Deməli, 1, 2, 3, 4. 1 xlorbutan, bir xlor yazdıq. Bu olsun H2, 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 bu da H3. Üzərinə natrium OH gəlmişik. Səliqəli olsun. Natrium hidroksid spirtdə məhlulu olanda natrium xloru birləşdirirdi özünə. Buradan ayrılırdı. Natrium xlorid plus qonşudakı hidrogenin biri OH-a birləşib eləyirdi su və nə qaldı yerdə? Qalanları bir-bir çıxardım, buradan göstərib. Bax, xlor buradan getdi. Bu da H-ın biri getdi. Bu yarımçı rabitə ilə H-ın yerdə qalan boş rabitəsi birləşdi. O da 2 qat rabitə. Yəni, burada bir buten alındı. Cavab olacaq D variantı. 21-ci suala baxırıq. Nömrə 21. Polimerləşmə dərəcəsi N olan lafsan molekulunda hidrogen atomlarının sayı. Lafsan yazmaq lazımdır. Lafsan tereftal turşusu ilə etilen glikoldan əmələ gələn iri molekullu birləşmə idi. Məqsəd burada lafsanın kimyəvi formulunu bilib bilməməkdən gedir. Bura qoyduq N. Bax, bu lafsandır. Hidrogenlərin sayını soruşur. Baxın, 2 hidrogen burada var, 2 də burada var. 4 elədi. Benzol həlqəsində radikalı olmayan karbonların da hərəsində bir dənə hidrogen var. Yəni, bunlar hamısı CH-lardır. 4 hidrogen də burada var. 4 üstə gəlsin 4 eləyəcək 8. N də indeksində var idi. Cavab olacaq B variantı. Nömrə 22. Vinil ya da başlayın. Asetilen verilir birinci. Asetilen yəni C2H2. Bir də vinil asetilen. C4H4'dür vinil asetilen. Quruluşunu çəkək istəyirsiniz. Vinil buydu. Asetilen də buydusa H2H, bu da olurdu H. Yığanda verilirdi C4H4. Çıxdıq. Həcmləri A verilib. Bax, yazıram üzərindən. A litir. Qazların həcmləri, molları onsuz da eyni idi. Gəlin litr heç yazmayaq. Elə A mol kimi yazaq. Çünki burada hidrogeni də molundan göstəriblər.
Karbidiogenləri tam doydurmaq üçün asetilen özünə 2 mol hidrogen birləşdirir tam doymaq üçün, amma C4H4 C4H10 olması üçün 6 hidrogen çatmırsa 3 mol hidrogen birləşdirəcək. 3 2 6 eləsin. Cəmi hidrogende 20 verilir. Fikir verin indi. 1 mola 3 mol hidrogen lazımdırsa A'ya nə qədər lazım olacaq? 3A. 1 mol asetilinə 2 mol hidrogen lazımdırsa A'ya nə qədər olacaq? Yəqin 2A. İndi 2A ilə 3A'nın cəmi nə qədər verilib? 20. 2A üstə gəlinsin 3A bərabər 20 imişsə 5A 20 eləsə A deyiləcək 4. İlkin qarışın həcmini tapın. A-nı 4 tapmışam, bu da 4 oldu. 4 ilə 4-ün cəmi eləyəcək 8 litr. Belə. 23-cü misala da baxaq. Nömrə 23. Qrafik verib. Glukozan spirtə qıcqırması reaksiyası. Əvvəlcə reaksiyanı yazacaq. C6H12O6. Glukoza spirtə qıcqıranda əmələ gətirirdi etil spirti C2H5OH və CO2. Əmsallar da 2 və 2 bax belə idi. İndi bunu niyə 2-2 yazdıq? Hidrogenlərin sayı burada 12 olduğuna görə bura bir 2 yazıram. Hidrogenlər bərabərləşir. Karbonlar da 6 eləmək üçün 1-2 də buraya yazıram. Glukoza başlayanda 1 mol idi başlanğıcı. Başlanğıc mol glukozanın 1-dir. Glukozanın M-i qalıb. M molu qalıb. Özü isə 1 moldur. N mol bunlar bərabərlikdə əmələ gəlib. İkisi birlikdə. N mol. Amma burada əmələ gələn 2 ilə 2-nin cəmi 4 moldur. 1 molda glukoza reaksiya daxil olur. Deyir ki, glukozan spirtə qıcqırması reaksiyasının qrafik verilmişdir. Tabir anında glukozanın, yəni artıq qalan glukozanın, glukoza 1 idi, M-i gedib qalıb 1 çıxılsın M. Glukozanın və alınan maddələrin miqdarı, alınan maddələr də N moldur. Bunların miqdarı 1,6 mol imiş. M-i tapın. M-i tapmaq üçün nə edirik? Azalmadan istifadə edəcək yəqin ki. Daha doğrusu artmadan, yəni dəyişmədən. Neçə mol glukoza var idi burada? 1 mol. Sonra neçə mol qarışıq əmələ gəldi? 4 mol. Demək, 1-dən 4-ə gələndə nə qədər artma var burada? 3 mol artma var. 3 mol çoxalma var. Bizdə fikir verin, glukoza 1 mol idi başlayanda. Görsün, göstərdim 1 mol. Sonraki qarışıq nə qədər olub? 1,6 mol. Burada nə qədər artma var? 0,6 mol. Yəni 1,6-dan 1 çıxdı. 0,6 molda çoxalma qrafikdən gördük. Nə axtarıq? M-i. M glukozanın reaksiya getməyən hissəsidir. Glukozanın reaksiya getməyən hissəsi tapmaq üçün onu reaksiya gedənini tapmalıyıq. Sonraki çıxarıq oradan. Demək, 3 mol çoxalma baş verəndə glukoza neçə mol reaksiya daxil olurdu? İndi M ora qatmayaq. Neçə mol reaksiya? 1 mol reaksiya daxil olurdu. Baxın. 3 mol çoxalma baş verəndə 1 mol glukoza reaksiya daxil olubsa, 0,6 mol çoxalma baş verəndə məsələn Y mol daxil olsun. Onda Y bərabər eləyəcək 0,6 bölü 3 olacaq 0,2 mol. Glukoza reaksiyaya daxil oldu. Başlanğıc nə qədər idi? 1 idi. Başlanğıc 1 idi. Reaksiya daxil olan 0,2-dirsə, onda yerdə qalacaq 0,8. Demək, M neçə bərabər imiş? 0,8-ə. Növbəti sualımız 24. Demək, bunun cavabı oldu 0,8. Çoxatomlu spirtləri göstərin. Çoxatomlu spirtlərdən tanıdığımız nə idi? Çoxatomlu spirt etilen glikol var idi. Etilen glikol. 2 atomlu spirt idi. Yazırdıq onu CH2. CH2 2 atomlu spirt. OH-ın biri burada, biri də burada. Demək, etilen glikol var burada. 3
Çox atomlu spirtdir. Gliserin neçə atomlu spirt idi? 3 atomlu spirt. 1, 2, 3. Bu da oldu çox atomlu spirt. Gliserin, yəni 2. Etanol 1 atomlu da olma qutarır. Diol deyil ki, amma 4-də butan diol yazılıb. Yəni 2 dənə OH varsa, bu da çox atomlu spirtdir. Propanol isə 1 atomlu spirtdir. Demək, çox atomlu spirtlər oldu 2, 3 və 4. 25-ci misala baxaq. Nömrə 25. Uyğunluğu müəyyən edin. Valent elektronlarının sayı 5, 3, 7 verilib. Bunu elə buradan da göstərə bilərik. Elementin valent elektronlarının sayı sonuncu təbəqədəki elektronların sayıdır. Məsələn, A-da 3s2, 3p3 yazılıb. 3s2, 3p3. Bu elementin valent elektronlarının sayı 5-dir. Yəni, bax, bunların cəmi. Onda bir aid olacaq A. Sonra B variantındakı maddə verilib 3s2, 3p5. Bunun da valent elektronlar 2-dən 5-in cəmidir, yəni 7-dir. Onda 3 aid olacaq B. C variantında 3s2, 3p1 yazılıbsa valent elektronlar bunların cəmidir. Bu da olacaq 3. 3-ə də aid olacaq, 2 aid olacaq C. D variantında 2-dən 3-ün cəmi 5 eləyir. 5 valent elektronu var. Onda bu D variantı 1 aid olacaq. Y variantında 2-lərin cəmi 4 eləyir. Burada valent elektron 4 olan yoxdur. Demək, cavab olacaq 1AD, 2C, 3B. Valent elektron elementin qrupun nömrəsidir. Sonuncu təbəqədəki elektronların sayıdır. Ona görə uyğunlaşdırdıq. Bu da sonuncu sualımız idi. Yaxın zamanda çalışarıq. 2016-cı ilində model testlərinin izahlarını yazıb paylaşaq. Bu qədər.